Bugün Azərbaycan Respublikasının prezidenti xanımı ilə bərabər Gürcüstanda səfərdədir. Mixail Avilaşvili Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə üzbəüz görüş keçirib. Prezident sarayında baş tutan görüşdə iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub. Mixail Avilaşvili görüşdə qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında güclü strateji tərəfdaşlığın yüksək səviyyədə saxlanılması və onun çoxşaxəli inkişafı Gürcüstan üçün prioritetdir. Üzbəüz görüş zamanı beynəlxalq nizamın kökündən dəyişdiyi bir vaxtda davam edən geosiyasi proseslər fonunda regionda sabitliyin və sülhün qorunmasının getdikcə daha çox əhəmiyyət kəsb etdiyi vurğulanıb. Mixail Avilaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının prezidentinə təşəkkür edib. Bugün Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri Tbilisi üçün ilk növbədə milli maraqların irəli aparılması baxımından əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilir. Gürcüstan bu münasibətlərdə yalnız tərəfdaş deyil, həm də regionda formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasının əsas oyunçularından biri kimi çıxış edir. Gürcüstanın əsas üstünlüyü onun geostrateji mövqeyidir. Qara Dəniz ilə Xəzər hövzəsi arasında yerləşən ölkə şərqlə qərbi birləşdirən ən qısa və sabit marşrutlardan birini təqdim edir. Bu baxımdan Tbilisi özünü regionda alternativsiz tranzit və logistika mərkəzi kimi möhkəmləndirmişdir. Ölkə başçılarının görüşü də məhz bu imkanların daha effektiv istifadəsinə yönəlmiş dialoqun davamı kimi qiymətləndirilə bilər. Enerji sahəsində əməkdaşlıq Gürcüstan tranziti Azərbaycan enerji daşıyıcıları və digər daşıyıcıları üçün böyük sınaqlardan çıxmış ən qarantili bir yoldur. Ölkə enerji layihələrində iştirak etməklə tranzit gəlirləri əldə edir. Bu isə Gürcüstanın enerji xəritəsində sadəcə keçid ölkəsi deyil, mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Nəqliyyat sahəsində isə Gürcüstanın prioriteti daha aydındır. Orta dəhlizin inkişafında lider mövqe. Son illərdə qlobal logistika zəncirlərində baş verən dəyişikliklər fonunda Gürcüstan öz limanları, dəmir yolları və infrastruktur layihələri ilə bu marşrutun əsas qovşaqlarından birinə çevrilmişdir. Səfər çərçivəsində bu istiqamətdə yeni təşəbbüslərin müzakirəsi Gürcüstanın regional rəqabət qabiliyyətini daha da artıracaq. Siyasi baxımdan Gürcüstan üçün əsas məqsəd sabit və praqmatik regional əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsidir. Tbilisi qarşıdurma yox, əməkdaşlıq platformasıdır və bu mövqe ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. İqtisadi aspektdə isə Gürcüstan üçün prioritet investisiyaların cəlb olunması və iqtisadi əlaqələrin şaxələndirilməsidir. Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün həmişə prioritetdir. Biz Qafqaz Türk media araşdırmaçıları olaraq düşünürük ki, yaxın şərqdə gedən müharibələrin fonunda iki ölkə liderlərinin görüşmələri regionun iqtisadi inkişafı üçün iqtisadi münasibətlərin daha rəngarəng olması üçün çox vacibdir. Araşdırmalarımız həmçinin göstərir ki, İlham Əliyevin Tbilisiyə səfəri strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan bu görüşlərə emosional yox, daha çox praktiki nəticə yönümlü əməkdaşlıq kimi yanaşır. Gürcüstan regionda tranzit və logistika mərkəzidir. Azərbaycan üçün isə bu faktor əməkdaşlıq və strategiyanın mühüm hissəsidir. Enerji və nəqliyyat dəhlizlərimiz hər iki ölkənin qazanmasına şərait yaradır və beynəlxalq səviyyədə hər iki qardaş dövlətin rolunu genişləndirir. Bəli, araşdırmamızdan belə məlum olur ki, Gürcüstan hakimiyyəti üçün İlham Əliyevin səfəri ilk növbədə strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi qiymətləndirilir. Rəsmi Tbilisi bu münasibətləri emosional yox, daha çox praktik və nəticə yönümlü əməkdaşlıq kimi təqdim edir. Gürcüstan regionda tranzit və logistika mərkəzi rolunu gücləndirir və Azərbaycanla əməkdaşlıq bu strategiyanın mühüm hissəsidir. Enerji və nəqliyyat layihələri vasitəsilə ölkə iqtisadi gəlirlərini artırır və beynəlxalq rolunu genişləndirir. Sonda Azərbaycan və Gürcüstan liderlərinin görüşün hər iki tərəf üçün məhsuldar keçməsini və hər iki xalqın maraqlarına cavab verməsini ümid edirik.